Bakıda isə tükürpədici hadisə baş verib. Yeniyetmə qız atasını bıçaqlayıb. Məlumata görə 15 yaşlı qız anasını atasından qorumaq məqsədi ilə hadisəni törədib. Atasını ölümcül yaralayan yeniyetmənin törətdiyi cinayətin təfərrüatlarını əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Paytaxtda 15 yaşlı qız cinayət törədib. Hadisə Nizami rayonu İsmail Məmmədov küçəsi ev 17, mənzil 60-da baş verib. Cinayət hadisəsi ailə münaqişəsi zəminində törədilib. Binanın komendantının sözlərinə görə Haşimovlar ailəsi sonuncu hadisəyə kimi bina sakinləri arasında problemli ailə kimi tanınmayıb. Məhz bu səbəbdən baş verən bıçaqlama hadisəsi bu xəbəri eşidən hər kəsi şoka salıb. Ailəsi ilə, uşağı ilə normal insan. Atası içib gəlib evdə anasını çırpıb, qız da dözməyib, bıçağı götürüb vurub. Cinayət hadisəsindən sonra Rüfət Haşimov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Döş qəfəsinin ön səthinin döş qəfəsi və qarın boşluğuna, plevra, ağciyər, qaraciyərin 8-ci segmenti və diafraqmanın kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır. Nizami rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxana yerləşdirilməsi barədə polisə hadisə şahidləri məlumat verib. Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. İddialara görə ər və arvadın davası birinci dəfə deyilmiş. Ancaq bu dəfə 15 yaşlı qız valideynlərinin davasına bıçaqla cavab verib. O, mətbəxdən götürdüyü bıçaqla atasının döş qəfəsinə bir neçə bıçaq zərbəsi vuraraq onu xəstəxanalıq edib. Məlumata görə atasını bıçaqlayan 15 yaşlı qız 9-cu sinifi bitirdikdən sonra oxuduğu məktəbdən də ayrılıb. Bəs atasını bıçaqlayan qızı hansı cəza gözləyir? Xüsusilə qəsdən adam öldürmə və ya qəsdən sağlamlığa ağır zərər vurma və sair kimi ağır cinayətlər üzrə 14 yaşdan etibarən cinayət məsuliyyəti nəzərdə tutulur. Şəxs barəsində azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, islah xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Hazırda faktla bağlı araşdırma davam etdirilir. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.